Salam, kanalıma xoş gəlmisiniz. Bugünkü videomuzda ət qutabı hazırlayırıq. Resept 4 stəkan una görə verilir. 4 stəkan un, 1 çay qaşığı duz, 1 stəkan yarım su ilə bildiyimiz orta yumşaqlıqda xəmir hazırlanır. Su biraz ilıq götürülür və hazırladığımız xəmiri örtüb bir müddət dincə qoyuruq. Gördüyünüz kimi xəmirimiz orta yumşaqlıqdadır. Nə bərk, nə də çox sıyıq olmamalıdır. Xəmir dincələn vaxtda qutabın içini hazırlayırıq, yəni ətini, farşını hazırlayırıq. Bunun üçün ekranda olan tərkibdə ət, soğan, quyruq, su, zövqə görə duz, istiot qarışdırılır və içlik hazırlanır. Mən bu videoda iki üsulla qutabın yuxalarının yayılmasını, kəsilməsini göstərirəm. Ya istəsəniz böyük bir yuxa yayırsınız, müxtəlif qab və yaxud yumru formalarla qutab ölçüsündə olan yuxaları kəsirsiniz. Yuxalara içliklər qoyulur, qıraqları möhkəm bağlanılır. Qıraqlarını möhkəm bağlamaq lazımdır ki, bişən zaman içərisindən ətin suyu və yaxud yağı çıxmasın, axmasın. Əvvəlcədən yaxşı qızdırılmış sacda və yaxud tavada qutabları o üz bu üz qızardırıq. Hazır bişmiş qutablar yağlanılır. Kərə yağı ilə hər iki üzünü yağlayıb sumaqlayırıq və qaba üst-üstə yığırıq ki, soyumasın, yumşaq qalsın. Burada isə ikinci üsul, yəni xırda kündələr yayaraq deməli qutabın lavaşını açılmasını göstərirəm. Artıq qutablarımız hazırdır. Çox nazik, incə və dadlıdır, ləzzətlidir. Buyurun siz də hazırlayın. Nuş olsun, ağız dadınız heç zaman pozulmasın. Begins with you. La la la. Guess you really changed my view.
Met you on a Tuesday lane. Coffee cup, a scribbled name. Didn't think you'd say